Hər kəsə salam, Azərbaycan Dili və Ədəbiyyat kanalıma xoş gəlmisiniz. Bugün 18 yanvar tarixində Respublika Fən Olimpiadalarının rayon şəhər turu keçirilmişdir. İndi isə gəlin həmin sualların izahına birlikdə baxaq. Hal-hazırda 10-cu sinif üzrə suallara baxırıq. Adi dərəcədə olan sifətləri müəyyən edin. Bumbuz bilirik ki, buz isimdir və MPRS-nın qoşulması, isimin üzərinə qoşulması təbii ki, heç bir dərəcə sifətini yarada bilməz. Çünki bu üsul yalnız sifətlər üzərində mümkündür. Ona görə bumbuz sifətini biz adi dərəcədə olan sifət kimi götürürük. Kəm hövsələ eyni şəkildə hövsələ də isim olduğuna görə kəm hövsələ sifəti adi dərəcədədir. Açıq qəlbli bu belə deyək, iki düzəltmə sifətin birləşməsindən əmələ gələn mürəkkəb sifətdir. Yəni bu açıq orada azaltma dərəcəsi əmələ gətirməyib. Əgər belə olsaydı defislə yazılardı. Büsbütün ümumiyyətlə sifət deyil, zərfdir. Kəm şirin, deməli şirin sifətini üzərinə kəm artırılması ilə azaltma dərəcəsində sifət əmələ gəlib. Açıq sarıda sarı sifətin üzərinə açıq ünsürünün artırılması ilə açıq sarı azaltma dərəcəsində sifət əmələ gəlib. Adi dərəcədə olan sifətlər 1, 2, 3 variantı bizim doğru cavabımızdır. Hansı fikrin əvvəlinə bəzi sözünü əlavə etmək mümkün deyil? Bəzi toplu isimlər cəm şəkilçisi qəbul etmir. Deməli, biz də burada bəzəni əlavə etdiyimiz cümlələr əslində bir qayda olaraq buradakı fikir istisna əslində səciyyəli olmalıdır. Məsələn, toplu isimlər əslində cəm şəkilçisi çox vaxt qəbul edir, amma bəzi toplu isimlər var da ki, cəm şəkilçisi qəbul edir. Yəni fikir bu şəkildə, bu yöndə hesab olunmalıdır. Bu da məsələn, cəmaət, əhali toplu isimlər var ki, cəm şəkilçisi qəbul etmir. Yəni bəzi bir hissəsi də o toplu isimlərin müəyyən bir qismidir. Yəni bu fikir doğrudur. Bəzi mürəkkəb cümlələrin növünü yalnız intonasiyaya görə müəyyənləşdirmək mümkündür. Bəli, elə olur ki, orada bağlayıcı və yaxud digər belə deyək də, cümlənin növünü müəyyənləşdirməyə belə deyək, icazə verən ünsürlər olmur. Onu biz yalnız intonasiya əsasında müəyyən edirik ki, bu mürəkkəb cümlənin növü nədir? Bəzi modal sözlərdən əvvəl və sonra vergül qoyulmur. Məsələn, güya, məsələn, elə bil, sanki, baxın, amma normalda modal sözlərdən əvvəl və sonra vergül qoyulur. Bu, bunun istisnasıdır. Yəni, bəzidir, bir qismi, bəzi nida cümlələrin sonunda nida işarəsindən istifadə olunmur. Halbuki, elə nida cümləsi ola bilməz ki, onun sonunda nida qoyulmasın. Çünki elə nida cümlələri nəqli cümlədən fərqləndirən cəhət onda nida işarəsinin qoyulmasıdır. Bəzi cümlələrdə xəbər iştirak etməyə bilər. Bəli, adlıq cümlələrdə məsəl üçün xəbərin iştirakını görməyə bilirik. Və yaxud yarımçıq cümlələrdə də eyni şəkildə. Nümunə ilə bağlı cümlədəki uyğunluğu müəyyən edin. Deyilənə görə onun atası məşhur el sənətkarı olmuşdu. Cümlədə həm sifət, həm də təyin işlənmişdir. Burada məşhur sözü sifətdir, eyni zamanda xəbərin birinci tərəfinə aid olan təyindir. Yəni fikrimiz doğrudur, qarşısında da hökm doğru verildiyinə görə doğrudur. Ara söz fikrin mənbəyini bildirir. Doğrudur, amma yanlış verildiyi üçün yanlış. İsmin iki müxtəlif halında olan sözlər var. Deyilənə, deməli, yönlük hal, yönlük hala görə qoşulub olub, deməli, ara söz şəklində. Onun atası, onun, deməli, yelik hal, atası da adlı hal. Üç halda var, amma doğru verildiyi, yəni yanlışdır, doğru verildiyi üçün yanlış. İstinad bildirən qoşma işlənib görə qoşması doğrudur, amma yanlış verildiyi üçün yanlış. İki sözün yazılışında səhvə yol verilib. El sənətkarı olmalı idi, karı yox. Amma doğru verildiyi üçün bu fikirdə yanlışdır. Ona görə ki, burada əslində bir sözün yazılışında səhvə yol verilmişdir. Hansı variantda uyğunluq var?
Frazeoloji birləşmə, onun sinonimi və antonimi. Dünyadan köçmək, bunun sinonimi canını bağışlamaq deyil təbii ki. Ona görə bu yanlışdır. Xəcalət çəkmək, sinonimi aybına kör olmaq düzdür. Antonimi isə ürəyinə yatmaq deyil. Ona görə bu fikir də yanlışdır. Zəhləsi getmək, frazeoloji birləşmənin sinonimi xoşu gəlmək deyil. Təbii ki, yaxın mənalı frazeoloji birləşmə olmalıdır ona sinonim kimi. Dilə gəlmək və sinonimi səbri tükənməkdir. Antonimi isə hövsələsini basmaqdır. Bəli, yəni səbrini saxlamaq. Kələyini kəsmək sinonimi taqətdən salmaqdır. Amma antonimi gücləndirmək deyil. Çünki frazeoloji birləşmənin antonimi, sinonimi, amonimi məhz frazeoloji birləşmə olmalıdır. Demək, məntiqi ardıcıllıq nəzərə alınaraq boşluğa hansı fikir, hansı cümlə yazıla bilər? Müasir tibb və əczaçılıq sahəsində bitkilərdən istifadə qədim sivilizasiyaların təcrübələrinə qədər gedib çıxır. Bu gün də dərman bitkiləri anlayışı müasir həyat tərzinin təbiətə qayıdışı ideallaşdırması ilə bütün dünyada məşhurlaşan bir trendin mühüm mövzularından birinə çevrilib. Deməli, burada qədim keçmişdən danışılır, qədim sivilizasiyanı deyir, keçmişdən danışılır. Bundan sonraki cümlədə təbiətin insanlığa bəxş etdiyi bu şəfa mənbələri müasir elm və texnologiyanın töhfələri sayəsində gələcəkdə də ümid mənbəyi olmağı davam etdirəcək. Deməli, bura gələcək. Məntiqi ardıcıllıq dediyi üçün boşluğa deməli indiki, yəni bugün yazılmalıdır. O da baxırıq keçmişdə olduğu kimi bu gün də müalicə və sağlam həyat tərzi üçün bitki mənbələrindən istifadə edilir və düşünülür ki, gələcəkdə də bu davam etdiriləcək. Ona görə cavab C variantı. Cədvələ və nümunələrə əsasən uyğun fikirləri müəyyən edin. Birinci cümləyə aid doğru fikirdir. Ədalət qütb ulduzu kimi yerində dayanar və geri qalan hər şey onun ətrafında dönər. Bu mürəkkəb cümlədir, amma birinci fikir deyil, sadə cümlədir. Ona görə yanlışdır. Çünki dayanar nə ədalət, dönər nə hər şey. Həm tərsiflənən, həm də tərsiflənməyən feil işlənmişdir. Geri qalan, bəli, burada tərsiflənməyən feil var. Dayanar, dönər, bunlar da tərsiflənən feillərdir, doğrudur. Daha sonra bunu belə qoyaq. Yalnız qrammatik mənası olan söz işlənməmişdir. Yəni köməkçinin diksiyası, amma və işlənib, ona görə bu yanlışdır. İkinci cümləyə aid yanlış fikirdir. Heç səhv etməyən insan, heç bir şey etməyən insandır. İnsan da xəbər, nə kim insan mübtəda, heç səhv etməyən təyin, heç bir şey etməyən təyin. Üç müxtəlif cümlə üzvü, yəni təyin, mübtəda, xəbər. Bu doğrudur, amma yanlış istədiyi üçün yanlışdır. Yəni uyğun deyil, götürmürük. Yazılışı ilə deyilişi fərqlənən söz yoxdur. Halbuki etməyən, insandır. Bunların yazılışına deyilişi fərqlənir və yanlış olduğu üçün bizim üçün uyğun fikirdir. 2-5 bizim doğru variantımızdır. Hansı cümlədə feili sifət tərkibi zərflik vəzifəsindədir? Demək, tanımışam mən kimi onu necə tanımışam? Həmişə işini vicdanla yerinə yetirən. Feili sifət tərkibidir və zərflik vəzifəsindədir. Doğrudur. A variantı. Uşağın bərk qorxduğundan narahat olan ana onu həkimə apardı. Apardı həkimə. Kimi onu, kim ana, uşağın bərk qorxduğundan narahat olan. Göstərici edəcəklərimizin göstəricisidir. Nə etdiklərimiz. Qəlbimdə hələ deyilməmiş çox söz var. Var söz, nə qədər çox. Hələ deyilməmiş çox. Nə də qəlbimdə. O bu xəbəri eşidər eşitməz tez evə doğru qaçdı. Qaçdı evə doğru tez. O bu xəbəri eşidər eşitməz. Demək, cümlədə buraxılmış durğu işarələrini müəyyən edin. Qardaş, İskəndərnamə poemasında oxu deyə dostu üzünü ona tutdu. Çox gözəl əsərdir. Deməli, buradan başdan başlayanda dırnaqla gəlir, yoxsa tire ilə?
üzünü tutdu. Çox gözəl əsərdir. Zaten burada İskəndərnamə poemasında dırnaqlar olmalıdır, əsər adıdır deyə. Ona görə burada eyni çıxırıq. Onda başda tirə biz qoyuruq. Qardaş, vergül, İskəndərnamə poemasında oxu deyə dostu üzünü ona tutdu. Tirə çox gözəl əsərdir. Deməli 1 tirə, 2 tirə, 3 tirə, 1 vergül, 2 vergül, 3 vergül. Cədvələ əsasən cəsarətlə sözünün fonetik xüsusiyyətlərinə bağlı doğru fikirləri müəyyən edin. Birinci bunun tələffüzünü yazaq. Cəsarətlə. Doğrudur. Yazılışı və tələffüzü arasında 2 fərq var. L N-ə keçib və sonda N artırılıb. Doğrudur. 1. Vurğusu son hecanın üzərinə düşür. Cəsarətlə. Xeyr, 3-cü hecaya düşür. Ona görə yanlışdır. Sözdə qarşılığı olmayan 2 samit işlənmişdir. R və 2-dən N, bəli, amma 2 deyir, yəni 3 samit işlənib. Yanlışdır. Sözdə yalnız açıq saitlər işlənib. Bu fikir doğrudur, amma yanlışın altında verildiği üçün yanlış. Ahəng qanunu pozulmamışdır, pozulub. Yanlışdır və yanlışın da altında verilib. Doğru. 2 hecası samitlə bitir. C, sa, rət, lə. C, sa, rət, lə. 1 hecası samitlə bitir. Bu da yanlışdır. Yanlışın da altında verildiği için doğrudur. Heca deyəndə biz yazılışa baxırıq da, tələffüzə baxmırıq. 1, 5, 6 bizim doğru fikirlər, yəni uyğun fikirlərimizdir. Tabeli mürəkkəb cümlələri göstərin. Vasif yaxşı oxuyurdu, ancaq imtahanda zəif nəticə göstərirdi. Oxuyurdu, Vasif göstərirdi, nəticə göstərirdi. Yenə Vasif sadə cümlədir. Vasif yaxşı oxumasına baxmayaraq işlədi. Bu da sadə cümlədir. Vasif yaxşı oxusa da imtahanda zəif nəticə göstərirdi. Sa və da ilə bağlandığına görə tərəflərdə tabelidir. Vasif yaxşı oxuyurdu, ancaq o imtahanda zəif nəticə göstərirdi. Ancaqla tabesizlik bağlayıcısına bağlandığına görə tabesiz mürəkkəb cümlədir. Doğrudur, Vasif yaxşı oxuyurdu, ancaq imtahanda zəif nəticə göstərirdi. Biz demişik ki, ancaqla, yəni qarşılaşdırma bağlayıcılarına adətən bağlananda, ancaqla, amma ilə və cümlənin əvvəlində doğrudur, düzdür kimi modal sözlər olanda bu çevrilib olurdu tabeli mürəkkəb cümlə. Ona görə 5 tabeli mürəkkəb cümlədir və yalnız 3-5 bizim doğru variantımızdır. Sadə cümlənin şəxsə görə növlərinə aid uyğunsuzluğu müəyyən edin. Bacadan evin ortasına düşən ay işığı get-gedə azalırdı. Azalırdı ay işığı. Müəyyən şəxsi cümlə, bəli, mübtədası məlumdur. Belə şeyləri uşaqlıqdan öyrənərlər. Hamı öyrənər. Bəli, ümumi şəxsi cümlə. Eşitdiyi xəbərin ciddiliyini anlayınca Məmmədin rəngi qaçdı. O Məmmədin rəngi qaçdı. Nə bilim, kitab Məmmədin rəngi qaçdı. Görürsünüz, mübtəda bərpa eləmək olmur. Yəni Məmmədin rəngi qaçdı da bütünlükdə xəbərdir. Ona görə şəxsi cümlə. Könlündən keçənləri bilənlər onu məsxərəyə qoymazdılarmı? Məsxərəyə qoymazdılarmı? Könlündən keçənləri bilənlər. Mübtədası var, qeyri-müəyyən şəxsi cümlə ola bilməz. Filmin ən həyəcanlı yerlərindən birində işıqlar söndü. Söndü, işıqlar. Müəyyən şəxsi cümlə, bəli, mübtədası var. Hansı sözün arxeipiyasında 3 fərqli məqam var? Sənətkar, rıq, 2 fərqli məqam var. Fırrama, 2 fərqli məqam var. İstedad, 1 fərqli məqam var. Çətinliklə, 4 fərqli məqam var. Qətiyə, yığının biri düşür, qətiyyətlə. Burada da 3 fərqli məqam var. Bəli, E variantı doğrudur. Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boyla bağlı cədvəldəki uyğunluğu müəyyən edin. Qazan bəy ehtiyat edir ki, ölümündən sonra oğlu Uruza taxtac verməzlər. Nəticədə vəsiyyət etmir, xeyr. Bəli, başlayır ağlamağa, sağına soluna baxıb gülür, oğluna baxıb ağlayır.
Düşmən üzərinə hücuma keçir. Bu isə yanlış fikirdir. Deməli 1-ə B. Nəticədə Qazan döyüş yoldaşlarına oğlunun qılıncla altı parça etmələrini söyləyir. Bəli, Qazan bəy oğlunun döyüş meydanından qaçdığını güman edir və bunun nəticəsi kimi 2 baş verir. 1B, 2A doğrudur. C isə döyüşə girən Uruz qorxaqlıq edir. Bu ümumiyyətlə baş vermir deyə, yəni onun qorxaqlığını biz görmürük deyə yanlışdır. Nümunədəki fərqləndirilmiş hissə ilə bağlı fikirləri davam etdirin. Sərv qəddi, gül camalı tamaşa, şəhlaq göz yaraşır, hilali qaşa. Sərv qədd, gül camal, bunlar epitetdir. Bədii təsir vasitəsi işləyən düzdür. Epitet olmayanları çıxırıq. Epitetdir. İki əşya arasında oxşar əlamətlə bu təşbih aid xüsusiyyəti çıxdıq. Epitetdir. Fikri ifadə edən sözə qüvvətləndirici, təyin edici söz artırılmışdır. Bəli, təyin edici başqa bir sözün artırılması yolu ilə əmələ gəlmişdir. Epitet. Cavab D variantı. Şah İsmail Xətayinin Dəhnamə poeması ilə bağlı uyğunluq hansı bənddə pozulmuşdur? Bülbül oxudu sifat icran, dəryada dür oldu, əbri Neysan. Bəli, əbri Neysan görür ki, bu bahar hissəsinə aid hissədir, yəni peyzaj təbiətin təsviri ilə bağlıdır. Yar zülfü təki, günüm qarardı, yar ağzı kimi yerim darardı. Bəli, aşıqın əhvalındandır. Bu vəçilə halım etdim elam, şahlardan olur qədəyə ənam. Məşuqənin yanına getməsi hissəsindəndir Səbanın. Yaş etdi ümid evini parə, söydüm yenə bəxti nəbakəra. Bu, Səbanın məşuqənin sözləri ilə aşıqın yanına getməsi, yəni aşıqə belə deyək də öz sağlığını bildirməsi hissəsindəndir. Aşıqın əhvalı deyil. Yırtdı əlindən alıb kitabın, saydı yüzünə Əyyubi babın. Bəli, məşuqənin bağbanı və Səbanı danlaması hissəsindəndir. Bu doğrudur. Uyğunluq D variantında pozulmuşdur. Şifahi xalq ədəbiyyatı ilə bağlı fikirlərdən yanlış olanı seçin. Əfsanələrin özünə məxsus girişi sonluğu olmur, doğrudur. Nağılların girişi sonluğu olur. Nağılların sonu xeyrin qələbəsi ilə bitir, doğrudur. Holavarlar heyvandarlıqla əlaqəli nəğmələr deyil, bu sayıcı sözlərdir. Holavarlar əkinçiliklə bağlıdır. Təmsil epik növün janrıdır, doğrudur. Heç bir tərəfdən də baxanda təmsil heç şifahi xalq ədəbiyyatı ilə əlaqəli bir fikir deyil, çünki təmsil yazılı ədəbiyyatın nümunəsidir. Lirik növdə tərənnümə rast gəlmək mümkündür. Bəli, lirik növdə tərənnümdən istifadə oluna bilir. Nümunə ilə bağlı yanlış fikri seçin. Şimşək kimi buludları qovaraq, verdim parlaq çiçəklərə könlümü. Günəş kimi qaranlığı boğaraq, verdim odlu diləklərə könlümü. Çarpaz qafiyələnib AB şəklində doğrudur. Rədif işlənməyib, halbuki könlümü rədifi işlənib. Ona görə B yanlışdır. Sonuncu misrada epitet işlənmişdir. Odlu dilək epitetdir. 4-4-3 bölgüsündədir. Şimşək kimi buludları qovaraq, verdim parlaq çiçəklərə könlümü. Günəş kimi qaranlığı boğaraq, verdim odlu diləklərə könlümü. Bu da doğrudur. Bu da doğrudur. Şeir vahidi bənddir. Bəli, 4 misradan bir bənd doğrudur. Nizami Gəncəvinin İskəndərnamə poeması ilə bağlı doğru fikri göstərin. Nüşabənin sarayında yalnız kişilər xidmətçilik edirdi. Əksinə onun bütün işləri qadınlardan keçirdi. Əsərdə Pələngər İskəndərin əli ilə cəzalandırılır. Bəli, zəncilərin hökmdarı Pələngər İskəndərin əli ilə cəzalandırılır. Nüşabə İskəndərdən qorxduğu üçün onu tanıdığını etiraf etmir. Əksinə onu tanıdığını bildirir. Müəllif İskəndərə əsər boyu qüsursuz təsvir edir. Halbuki İskəndər ideal deyildi. Filaqus öz ölkəsinin qədimdən gələn adətlərlə idarə edərək yeni qanunlar verməkdən çəkinir. Bu da Filaqus üçün yanlış fikirdir. Yanlış fikri seçin. Mövzu tarixi kateqoriyadır, doğrudur. Şeirdə ahəngdarlıq yaradan vasitələrdən biri də ölçüdür, düzdür. Forma dəyişkəndir, məzmun sabit. Əksinə, məzmun dəyişkəndir, forma daha sabitdir, daha gec dəyişir. Süjet kompozisiya əlaqəli anlayışlardır. Aşıq yaradıcılığı müəlliflə ədəbiyyatda doğrudur. Nöqtələrin yerinə uyğun gələn fikir hansı bənddə göstərilmişdir? İmadəddin Nəsiminin təriqət şeirlərində sufiyanə və hürufi fikirlər təbliğ edilmişdir. Bəli, doğrudur. İnsan həm bəşəri, həm də ilahi keyfiyyətlərə malikdir. Onun təriqət şeirləri doğrudur. Real gerçəkliyin yetirməsi ola bilməz. Çünki reallıq, belə deyək də, real gerçəklik yox. Daha çox onda sufi və hurufi görüşlər əksini tapıb təriqət şeirlərində.
yəni real gerçəklik daha çox dünyəvi şeylərinə gedir də. Təriqət şeylərində real, dünyəvi yox, dini görüşlər əks olunur. Yalnız məhəbbətdən söhbət açılıb yanlışdır, çünki o məhəbbət şeyləri ayrıdır. Obrazlıqdan istifadə edilməyib, yanlışdır. Bədii əsərdə ola bilməz ki, obrazlıqdan istifadə olunmasın. Şairin xatirələrindən bəhs edilib yanlışdır. Bu qədər.